Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda yaşa görə və əlilliyə görə pensiya çıxmaq istəyənlərə vacib xəbər çatdırmaq istəyirəm. Bilirsiniz ki, qanunverici əsasən 30 yaşına qədər birinci qrup əlillə pensiya çıxdıqda minimum 5 il əmək stajı olmalıdır. 30 yaşdan sonra isə hər yaşa görə 4 ay əlavə əmək stajı üstünə gəlir. Hörmətli izləyicilər, məsəl üçün 36 yaşda olur, 5 il 4 ay, 37-də olur, 508 ay hesablanır. Və yaxşı, bilirsinizmi, hansı halda bu 5 il əmək stajına ehtiyac yoxdur? Eyni zamanda 25 il əmək stajı adi vətəndaşlar üçün olmalıdır. Ona da ehtiyac yoxdur. İndi bu barədə mən bu videoda qeyd edəcəm, hörmətli izləyicilər. Hər şey aydın olmasın, video sonuna qədər baxın. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda mən qeyd etmişəm, mən özümdə 50 olan şəxsən 50 arabasındayam. İstəyən bir yer götürün, əli dostlarıma əyişin satın. Eyni zamanda hüquqi yardım götürün. Bunun içində iyanə lazımdır. Yəni də mən bir yer vətəndaşda ödeyə bilməyəcək. Yəni pul belediyə yardımı. Mən YouTube'dan yığmaq istəyirəm. Bunun içində mənə 20.000 abunə lazımdır. Hörmətli izləyicilər, zəhmət olmasa bu videonu bəyənin, abunə olun ki, 20.000 yığaq. Dəstək ol bir-birinizə. Deməli, bilirsiniz ki, qanunverici əsasən birinci qrup əlillərin, məsələn 30 yaşına qədər minimum 5 il əmək stajı olmalıdır. İkinci qruplarda, üçüncü qrup əlillərdə minimum 5 il staj və pensiya kapitalı olmalıdır. Və yaxşı, hansı halda bu pensiya kapitalı tələb olunur, onu qeyd edim, hörmətli izləyicilər. Deməli, 2006-cı ildən 2018-ci ilə qədər əgər əlilliyi olan şəxs bir gündə olsa işləyibsə, avtomatik həmin o 5 il staj hesab olunur. Və yaxud 5 ildən yuxarı olan staj hesab olunur, narahat olmayın. İndi hal-hazırda 2026-cı ildir, belediyədə 2018-ə qədər işləyənlərə 2006-da dövlət 24 əmək stajı hədiyyə edir. Digər məsələn onu qeyd edin ki, əgər birinci qrup əlillə qulluq edirsə, o halda da yəni staj hesab olunur. Amma bir məsələ var. Bir gündə olsa, bir ayda olsa, sizin başqa yerdə əmək stajınız olmalıdır. Əgər yoxdursa, verin açın, verin özü bir 2 ay, 3 ay stajı geçsin. Ondan sonra əlillə nə qədər qulluq eləmişsə, o 25 il hesab olunsun. Amma bir daha qeyd edilən ki, 2006-da 2018-ə qədər işləmişsə, bir gündə olsa, həmin pensiya kapitalı var, həmin də hörmətli izləyicilər, əmək stajı var. Nəzərə alın. Bu ikinci qrup əlillərə də aiddir, üçüncü qrup əlillərə də aiddir. Yəni sizdən pensiya kapitalı tələb olmayacaq. 2006-dan 2018-ə qədər işləmişsə, hörmətli izləyicilər. Ətraflı məlumat üçün mənim telefonum mən qeyd olunub. Əgər saxlaya bilirsiniz, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətin verilməsi 10 manatdır. Kimin nə sualı varsa, WhatsApp-a səslə göndərsin. Hörmətli izləyicilər, zəhmət olmasa. Bundan əvvəl qeyd edin ki, mən pensiya ilə bağlı, sosial yardımla bağlı, digər məsələ ilə bağlı videolarım var, 1700-dən artıq, şortla böyükdə. Hörmətli izləyicilər, tanış ola bilirsiniz. Bir daha qeyd edirəm ki, mən yer götürmək istəyirəm və bunun üçün də iyanə yığıram, pul yığıram. Yəni, pulu da bir vətəndaşda ödeyə bilməyəcək. YouTube'dan yığmaq istəyirəm. 20.000 abunə lazımdır, hörmətli izləyicilər. Zəhmət olmasa mənim kanalıma abunə olun. 20.000 abunəni yığaq. Hal-hazırda belediyədə 5700 abunə var. Heç olmasa 4300 abunə yığaq ki, 10.000 sataq, sonra 20.000 sataq, hörmətli izləyicilər. Zəhmət olmasa, imkan daxilində. Hamınıza təşəkkür edirəm. Dəstək olduğunuza görə. Dəstək olun, kimin nə sual varsa səslə göndərsin, dediyim kimi. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.